Hər birindən eyni sayda götürülmüş infizor tərliç, yaşıl evgileyina, Volvoxda cəmi 28 ədəd ifrazat vakolu vardır. Yəni bunlarda üçü bir arada olanda 28 ədəd vakol olur. Bu canlılarda cəmi neçə qamçı olar? Deməli, eyni sayda götürülmüş hüceyrə götürəcəyik biz burada nəzərə alacağıq. Yəni məsəl üçün infizor tərliç yazırıq bura. İnfizor tərliç eyni sayda götürmüşük. Yaşıl evgileyina götürmüşük və Volvox hüceyrəsini götürmüşük. Biz bunlarda ifrazat vakol dediği için infizorda bilirik 2 ifrazat vakolu vardı. Yaşıl evgeleyinada bir dənə ifrazat vakolu vardı. Volvox'un da bir hüceyrəsində bir dənə ifrazat vakolu vardı. Burada cəmi nə qədər olacaqdı? Cəmi 4, 2 bərabərdir 28'e. X'imizi də qeyd eləyərik buradan 7 taparıq. 7 tapsaq infizor tərliç burada 14 ədəd ifrazat vakoluna sahibdir. 7 ədəd sahibdir, 7 ədəd olurdu. Bizdən qamçı sayını sonradan soruşur. Biz bilirik ki, yaşlı evgileyina hüceyrəsində 1 ədəd belə qamçı olurdu. Volvox hüceyrəsində 2 ədəd qamçıya sahib olurdu. Ona görə 7'sində 7 ədəd qamçı olar. 7 fərddə isə burada 14 ədəd qamçı olar. Yəni 14 ilə 7. Bizdən bu qamçıları soruşur. Cəmi 21 olacaqdır.